25 may blok imtahanının, yəni qəbul imtahanına düşmüş bir sualın izahına baxaq. 3-cü qrup sualı Azərbaycan dili. Eyler-Venn diaqramına əsasən yanlış fikirlər müəyyən edin. Əvvəlcə bizə nə lazımdır? Burada mütləq diqqətli oluruq. Yanlış fikirlər. Və 2-dən cümlə verilib. O həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarışını geri qaytarmalıyıq. Bu birinci cümlə. İkinci cümlə. Deyirdilər ki, qədimdə daş qoyub yurd salan adamın gözəl bir qızı varmış. Bu da oldu ikinci cümlə. İndi biz Venn diaqramının içərisində birinci tərəfə birinci cümlə uyğun baxmalıyıq. Yəni birinci cümləyə uyğun baxmalıyıq. Bu 1-dən 2-yə. 1. Mübtəda əvəzliklə tamamlıqlardan biri ismin birləşməyinə ifadə olunmuşdur. Nə etmişdir? Nə edirdi? Deyirdi kim? O. Və o əvəzlikli mübtədadır. Bu doğrudur. İkinci hissəsinə baxsaq, nəyi unutmamalıyıq? Torpaqlarımızda bu tamamlıqda tək sözdür, amma digər tamamlıq da var. Qaytarmalıyıq nəyi? Onun hər qarışını. Onun hər qarışını ismi birləşmədir. Bu doğru cavabdır. Çünki burada deyir ki, tamamlıqlardan biri. Hər biri demir biri. Bu doğru cavabdır, amma bizə doğru cavab lazım deyil. Buna əsasən 1 olanlara çıxsaq, qalır 2 dənə bənd. 2. Nümunədəki xəbərlər eyni zamanda, eyni şəkildə və olan feillərlə ifadə olunub. Nümunədəki xəbərlər yenə birinci cümləyə baxırıq. Birinci xəbər deyirdi sözüdür. Hansı şəkildədir? İndiki zamandadır, xəbər şəklindədir. İkinci xəbərimiz unutmamalı, üçüncüsü qaytarmalıyıq. Hər ikisi vacib şəklində. Demək, bu yanlış fikirdir. Çünki burada yazılıbdır ki, eyni zamanda bir dənə var zaman və eyni şəkildə biri xəbər, ikisi vacibdir. Bu yanlış fikirdir, amma yanlış fikri götürürük. Biz görürük ki, B və Y bəndlər hər ikisində 2 var. Keçək üçüncüsündən. Üçüncü hissə isə ortaq olmalıdır. Baş cümlənin xəbəri idi köməkçi söz hissəciyi ilə işlənmiş indiki zamanda olan sadə feildir. Bunu ortaq cəhət kimi götürürük və hər iki cümlənin baş cümləsini tapırıq. O həmişə deyirdi ki, baş cümlə, burada deyirdi xəbər. İkinci cümlədə deyirdilər ki, bu da baş cümlədir və hər ikisində, baxın, buraya yazaq. Deyirdi sözündə di, idi hissəciydi, ir isə zaman şəkilçisidir. Bu doğru fikirdir. Hər ikisinin birincisi baş cümlədir, ikincisi isə birincisi baş cümlədir və ikinci də idi hissəci ilə işlənmişdir. Bu doğru cavabdır. 3-ü ona görə götürmürük. Yenə də baxırıq ki, heç bir bənddə, altdakı bəndlərin heç birisində 3 yoxdur. 4. Zəflik və təyini ifadə vasitələri eyni nitq hissələridir. Zəflik və təyini ifadə vasitələri. Yine bu da ortaq cəhətə baxmalıyıq. Burada həmişə sözü zəflikdir. Deməli, zəflik və təyini ifadə vasitələrinə baxaq. Birinci cümlədə həmişə sözü zəflikdir. Nə zaman? Həmişə. Bu həmişə zəflikdir və zəflə ifadə olunub. İkincisi isə tamamlıq və zəflik, təyin və zəfliyin ifadə vasitələri eyni nitq hissəsində yazılıb. Sonra təyinə baxsaq, burada yazılıb doğma. Necə torpaqlar? Doğma. Bu sifətdir. Bu zəfdir. Bu sifətdir. Yəni digər sözdə baxsaq, qədimdə daş qoyub yurd salan. Burada təyin var. Bu da feili birləşmədir. Yəni heç birisi uyğun gəlmir. Ona görə də 4 yanlış fikirdir. 4'ü də biz götürməliyik. Bayaq üstündən xətt çəkmişdik. 4'ü də götürməliyik. 5. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Baxın, burada xətt çəkmişdim. Qədimdə daş qoyub yurd salan adamın. Belə təhlil edə bilərik. Varmış, sual vermədən xəbər olur. Kim var? Adamın gözəl qızı mübtəda. Hansı adamın? Qədimdə daş qoyub yurd salan. Bu feili birləşmədir və feili sifət tərkibidir. Burada da yazılıbdır ki, əsas tərəfi feili sifət yurd salan, əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Doğrudur. Feili birləşmədir, feili sifət tərkibidir. Bu doğru cavabdır. 5'i çıxırıq.
həm baş, həm də budaq cümlə mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. Yəni biz ikinci tərəfə baxmalıyıq. 6-da da, 5-də də. 6-da həm baş və həm də budaq cümlə mübtədası buraxılmışdı. İndicə mən təhlil elədim ikinci budaq cümləni və dedik ki, var, kim var? Adamın gözəl qızı. Yəni burada mübtəda buraxılmayıb, mübtədası var. Birinci cümlə üçün, yəni baş cümlə üçün doğrudur. Deyirdilər. Kim? Onlar. Yəni mübtəda buraxılıb, yoxdur. Qeyri-müəyyən şəxsi cümlədir. Amma burada yazılıbdır ki, mübtədası buraxılan müəyyən şəxsli. Yəni deyirdilər qeyri-müəyyən şəxsi cümlədir, amma ikincisi müəyyən şəxsi cümlədir, həm də mübtədası buraxılmayıb. Yəni tamamilə yanlışdır. Cavabımız hansı oldu? 1 ilə 3 düz idi. 2, 4, 6 B bəndi.